Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, müsahibə dərslərinə davam edirik. Biz bu gün sizlərlə müsahibə dərs 2-yə baxacağıq. Deməli, sertifikasiya mərhələsi, müsahibə mərhələsinə hazırlaşan müəllimlər üçün dərslərimiz davam eləyir və imtahana qədər sizlərə dəstək olmağa çalışacağıq. Sertifikasiya müsahibə mərhələsini deməli olana qədər sizlərə bu kimi dərslərimizlə sizlərə dəstək olmağa çalışacağıq. Sizdən tək xahişimiz kanalımıza abunə olmağı, canlımızı bəyənməyi, videomuzu bəyənməyi unutmayın. Elə bu indicə abunə deyilsinizsə, zəhmət olmasa abunə olun ki, dərslərimizdən anında məlumatlı olasınız və canlımızı bəyənməyi, dərsimizi bəyənməyi unutmayın, videomuzu bəyənməyi unutmayın. Deməli, biz hər dərs müsahibədə verilən suallara baxacağıq. Artıq bu ikinci dərsdir. Deyir ki, sualımız belədir ki, deməli, valideynlə əməkdaşlığı necə qurursunuz? Bəli, sertifikasiya müsahibə mərhələsində verilən suallardan biri də bu olub ki, valideynlərlə əməkdaşlığı necə qururuq? Aha, gəlin baxaq. Cavab. Deməli, valideynlə əməkdaşlığı. Bax, ən birinci, deməli, belə bir şey deyim, lap burdakı cavabı sizə izah eləməmişdən öncə deyim ki, bu sualın cavabı odur ki, yəni mən valideynlə belə deyək də, münasibət qurmağa xüsusi vaxt gözləmirəm. Daim, həmişə, nə zaman olsa, daim mütəmadi olaraq mən valideynlə əlaqədəyəm. Aha, davam edirik. Valideyn məktəbin və müəllimin deməli ən vacib tərəfdaşlarından biridir. Bəli, biz bunu dəfələrlə demişik ki, valideyn olmadan proses səmərəli ola bilməz. Və şagirdlərin uğurlu inkişafı yalnız müəllimin fəaliyyəti ilə mümkün olmur. Ailə, məktəb arasında qarşılıqlı əməkdaşlıq olduqda təlim-tərbiyə prosesi daha səmərəli nəticə olur, verir. Bəli, şagirdin uğurlu inkişafı yalnız müəllim-şagird münasibəti olduqda baş vermir. Olur, amma müəllim-şagird valideyn üçgəni, üçbucağı olanda, yəni bir tərəfdə müəllim, bir tərəfdə şagird, bir tərəfdə valideyn olanda, üçlü münasibət olanda, deməli, proses daha səmərəli, daha öyrədici olur. İndi gəlin baxaq. Mən valideynlə əlaqəni yalnız problem yarandıqda qurmuram. Bəli, bax bu sözü vurğulamaq lazımdır. Deməli bizim deməli vaxtımızda, yəni bizdə valideyn müəllim evə valideynə zəng eləyəndə və yaxud da valideyn iclası çağıranda evdə həmişə elə bilirdilər ki, məktəbdə xüsusi bir nəsə bir dava olub, münaqişə olub, mübahisə olub, anlaşılmazlıq olub, nəsə xüsusi bir hal olub. İndi həmişə soruşurdular ki, indi görəsən neynəmisiniz ki, bizi valideyn iclasına çağırırlar, dəvət edirlər. Amma əslində heç nə yox idi ortada. Bunun da səbəbi nədən qaynaqlanırdı? Çünki adətən bəzi müəllimlər adətən problem yarandıqda valideynə deməli əlaqəyə keçirlər. Bu çox yanlış haldır. Yalnız problem yarandıqda deyil, valideynlə əlaqəni həmişə, hər daim saxlamaq lazımdır. Yəni pozitiv ünsiyyəti əldən vermək olmaz. Daim pozitiv ünsiyyətdə olmaq lazımdır. Mən valideynlə əlaqəni yalnız problem yarandıqda qurmuram. Çalışıram ki, mütəmadi ünsiyyət olsun və şagirdin uğurlarını da valideynlə bölüşürəm. Bu valideynin müəllimə qarşı və məktəbə qarşı inamını artırır, əməkdaşlığı gücləndirir. Aha, deməli valideynlə ünsiyyəti necə qurulan? Valideynlə söhbət zamanı hər zaman hörmətli və etik davranış qaydalarına əməl eləməyə çalışıram, etik davranmağa çalışıram. Valideynlə empatiya qururam, valideyni anladığımı göstərirəm. Bax bunu vurğulamaq lazımdır ki, mən valideynlə daim empatiya qururam, valideyni anladığımı, onu başa düşdüyümü göstərirəm. Problemi müzakirə edərkən ittiham edən ifadələrdən istifadə etmirəm. Misal üçün, bax bu hökmən vacib məsələdir. Bunun altından xətt çəkim. Deməli, problem olur da şagirdin övladı, şagirdlə bağlı, valideynin övladı ilə bağlı. Bu problemi müzakirə edəndə valideyn həssas olmalıdır. İttiham edici sözlərdən çəkinməlidir. İttiham edici sözlər nədir? Valideyni günahkar çıxartmaq və sair və ilaxır. Ola bilər ki, valideyn sizi günahkar çıxara bilər. Hə, indi burada növbəti izahlarımızda belə bir suallarımız da var. Hə, valideyn sizi günahkar çıxarsa belə səbirlə dinləyib təmkinli cavab verməyi, yəni həmişə gözləmək lazımdır. Əksinə, yəni hansısa bir problem müzakirə edərkən heç kimi ittiham eləmirəm, ittiham edici sözlərdən istifadə etmirəm, əksinə vəziyyəti izah edir,
problemin səbəbini birlikdə araşdırmağa çalışıram. Bəli, mən birlikdə və problemi, vəziyyəti izah edirəm, problemin səbəbini birlikdə araşdırmağa çalışıram. Məqsədim valideyni günahlandırmaq deyil, şagirdin inkişafına birgə dəstək verməkdir. Bəli, məqsədim kimsə günahlandırmaq deyil. Yəni məqsədim nədir? Şagirdi inkişaf elətdirmək. Düzdür? Bunun üçün valideynlə birgə çalışaram. Deməli, bəzən valideyn övladın çətinliklərini dərk etmir. Yəni misal üçün övladı aşağı təfəkkür səviyyəlidir və yaxud da dərslərində biraz geridir. Onun çətinliyini qəbul eləmir və yaxud da günahı müəllimdə görür bəzən valideynlər. Belə hallarda konkret müşahidələrimi və qiymətləndirmə nəticələrini əsas gətirərək vəziyyəti izah eləməyə çalışıram. Eyni zamanda valideynin ev şəraitində istifadə edə biləcəyi tövsiyələr verərəm. Bəli, həmişə əsas müəllim nə etməlidir? Müəllim valideynlə birgə şagirdin inkişafı üçün tədbirlər planı qurmalıdır. Müəllim valideynlə birgə şagirdin inkişafı üçün işlər görməlidir. Mən hesab edirəm ki, müəllim, valideyn və şagird arasında qarşılıqlı hörmət əsasında əməkdaşlıq qurulduqda uşağın həm akademik nailiyyəti, həm də sosial inkişafı uğurlu olur. Bəli, müəllim, şagird, valideyn, ünsiyyət uğurlu olduqda uşaq həm akademik cəhətdən inkişaf edir, irəliyə doğru gedir, həm də sosial ünsiyyət qurma, əməkdaşlıq, yumşaq bacarıqları şagirdin inkişaf edir. Davam edək dəyərli yoldaşlar. Növbəti sual gəlir inklüziv təhsil. İnklüziv təhsil nədir və inklüziv təhsil haqqında fikirləriniz? Deməli, ötən video dərsimizdə də dedim, icazənizlə sizə bu dərsliyimi təqdim edeyim dəyərli yoldaşlar. Qısa bir təqdimat olacaq. Mənim MİQ və sertifikasiya imtahanının ikinci mərhələsi, müsahibə mərhələsi üçün hazırlaşan müəllimlər üçün dərsliyimiz var, möhtəşəm. Deməli, dərslikdə hər il son 5 ildə müsahibə və MİQ və sertifikasiya müsahibə mərhələsində verilən bütün suallar, onların cavabları əks olunub. Elə bu da, bu PDF də bizim kitabımızın içərisinin bir parçası, bir hissəsidir. Görürsünüz, burada yazılıb hər il sertifikasiyada verilən suallar və burada da hər il sertifikasiyada verilən sual verilib, cavabı çox geniş formada əsaslandırılmış şəkildə cavablar sizlərə təqdim olunub. Yəni burada 3000-ə yaxın sual-cavab var. Deməli və daha sonra misal üçün də əsas məqamlar, misal üçün milli atributlarımız, deməli simvollarımız haqqında məlumatdır, nazirlərimiz və yaxud da misal üçün əsas məsələlər 2-ci Qarabağ müharibəsi, aprel döyüşləri, COP29, milli qəhrəmanlarımız. Gördüyünüz kimi əsas dünya görüşü haqqında da məlumatlar var. Hər bir müəllimə lazım olan MİQ və sertifikasiya müsahibə mərhələsinə hazırlaşan müəllimlər bu dərslikdən istifadə edib özü müstəqil formada, rahat formada müsahibədən keçə bilərlər uğurlu şəkildə. Bütün suallar bu kitabda öz əksini tapmışdır. Kitabın qiyməti 12 manatdır. Deməli, kitab əksər kitab evlərində var və rayonlara da çatdırılma mövcuddur. Əgər tapa bilməsəz kitab evlərində, bu nömrələrlə əlaqə saxlayın. 580 94 28 051-dən. Rayonlara poçtla çatdırılma da var. 3-4 iş gün ərzində gəlir, çatır və gəlib Bakıdan da, ünvandan da götürə bilərsiniz. Deməli, bu nömrə ilə əlaqə saxlayıb kitabımızı əldə edə bilərsiniz. Tamam, kitabımız haqqında bu qədər, keçək. İnklüziv təhsil nədir? Deməli, dəyərli müəllimlər, inklüziya daxil etmə deməkdir bildiyimiz kimi. Çox adam İnklüziv təhsili belə başa düşür ki, inklüziv təhsil sağlamlıq imkanı məhdud olan insanlar üçündür, şagirdlər üçündür. Tək inklüziv təhsil sağlamlıq imkanı məhdudlar üçündürmü? Burada dayanaq. Xeyr, inklüziv təhsil tək sağlamlıq imkanı məhdud şagirdlər üçün deyil. Yəni, inklüziv təhsil ümumilikdə təhsilin hər kəs üçün, hamı üçün əlçatanlığının təmin olunmasıdır. İndi gəlin baxaq. İnklüziv təhsil elə bir yanaşmadır ki, burada hər bir uşaq, o cümlədən xüsusi təhsil ehtiyacları olan şagirdlər də digər şagirdlərlə bərabər təhsil alma hüququ təmin olunur. Bəli, burada yəni bu elə bir təhsil alma tipidir ki, burada hər kəs birlikdə bərabər təhsil alma hüququ təmin olunur. Mən hesab edirəm ki, hər bir deməli uşaq öz imkanlarını inkişaf etdirmək hüququna malikdir və müəllim bunun üçün uyğun şərait yaratmalıdır. Bəli, misal üçün inklüziv təhsil yəni nə deməkdir də? Yəni hamı üçün bərabər imkanların yaradılması dedikdə bizə nəyi nəzərdə tutur? Tutalım ki, bax sinifdə zəif potensiallı şagirdlərimiz var. Misal üçün 3 dənə, 4 dənə bunlar təhsildə akademik cəhətdən geridədirlər. Dərslər misal üçün də zəif şagirdlərdir.
Müəllim də gətirir ancaq dərsdə dinamikliyi qorumaq üçün, dərsin tempini gözləmək üçün ancaq dərsdə fəal şagirdlər iştirak eləyir. Passiv həmin o 3-4 dənə akademik cəhətdən zəif olan şagirdlər isə müəllimin diqqətindən kənarda qalır və bunlar belə deyək də, dərsə qoşula bilmirlər. Müəllim o tapşırıqları da həmişə gətirir o dinamikliyi, dərsin tempini gözləmək üçün çətin hazırlayır. Nəticədə o akademik cəhətdən yaxşı olan şagirdlər işləyə bilir, digər şagirdlər işləyə bilmir. Burada nə pozulur? Əlbəttə ki, burada inklüzivlik pozulur. İnklüzivlik, yəni təhsilin hər kəs üçün əlçatanlığı təmin olunmur, hamı üçün əlçatan olmur. İnklüziya pozuldu burada. Başa düşürsüz, dəyərli müəllimlər? İnklüzivlik budur. Yəni ki, müəllim amma dərsi necə eləsə bərabərliyi təmin eləyər, inklüzivliyi təmin edər. Məsəl üçün, müəllim aşağı potensiallı, akademik göstəriciləri aşağı olan şagirdlər üçün fərqli çətinlik dərəcəsində tapşırıqlar hazırlaya bilər. Onlara nisbətən asan tapşırıqlar hazırlaya bilər. Nisbətən digər şagirdlər üçün akademik cəhətdən o yüksək potensiallı şagirdlər üçün fərqli, nisbətən çətin tapşırıqlar hazırlaya bilər, fərqli tapşırıqlar hazırlaya bilər və bu zaman inklüzivliyi gözləyə bilər. Və yaxud da misal üçün şagirdlərin öyrənmə tərzləri var. Bilirsiniz ki, oxuyub yazaraq öyrənən var, kinestetik öyrənənlər var, audial öyrənənlər var, vizual öyrənənlər var və müəllim inklüzivliyi, baxın, bu öyrənmə tərzlərini şagirdlərin nəzərə almaqla da, yəni təhsilin hər kəs üçün əlçatanlığı, heç kəs özünü kənarda hiss eləməsin, hamı özünü sinifin bir parçası hiss eləməlidir. İnklüzivlikdə burada budur əsas məqam. İndi gəlin baxaq. İnklüziv mühitdə müəllimin əsas vəzifəsi bütün şagirdlər üçün əlverişli öyrənmə mühiti yaratmaqdır. Yəni hamı üçün əlverişli öyrənmə mühiti yaratmalıdır. Heç kəs kənarda qalmamalıdır. Heç kəs özünü kənarda hiss eləməməlidir. Bu məqsədlə fərdi yanaşma tətbiq edilir. Şagirdlərin imkanlarına uyğunlaşdırılır, ehtiyac olduqda əlavə dəstək olunur. Bəli, şagirdlərin o imkanlarına uyğun formada tapşırıqlar hazırlanır. İmkan olduqda hər bir şagirdə fərdi dəstək göstərilir. Aha, mən belə şagirdlərlə işləyərkən onların zəif tərəflərini daha çox güclü tərəflərinə zəif tərəflərindən çox daha çox güclü tərəflərinə diqqət yetirməyə çalışıram. Yəni misal üçün zəif şagirdi kiçik nailiyyətlərini belə qiymətləndirirəm. Sonra inklüziv təhsil yalnız xüsusi ehtiyacı olan şagirdlər üçün deyil. Mən bunu bayaq da dedim ki, yalnız misal üçün təbii ki, burada inklüzivlik o da var ki, hansısa bir yerimə əngəlli olan və yaxud da digər misal üçün də sağlamlıq imkanı məhdud şagird ola bilər. Onların dərsə cəlb olunması da inklüziyadır, amma eyni zamanda tək onlar üçün deyildir, digər şagirdlər üçün də faydalıdır. Onlar fərqliliyə hörmət edir, empati qurur, əməkdaşlıq eləməyi və tolerant davranmağı öyrənir. Bəli, bunlar fərqliliyə hörmət edir, empati qurur, əməkdaşlıq edir. Aha, bu prosesdə müəllim tək fəaliyyət göstərmir. Məktəbdə rəhbərliyi, yəni inklüzivliyi müəllim tək fəaliyyət göstərməməlidir. Məktəb rəhbərliyi, psixoloq, loqoped, valideynlə daim sıx əməkdaşlıq vacibdir. Mən hesab edirəm ki, bu əməkdaşlıq şagirdin potensialını daha yaxşı üzə çıxarmağa kömək edir. Bəli, inklüziv təhsil şagirdin potensialını ön plana çıxardır. Nəticə olaraq düşünürəm ki, inklüziv təhsil bərabər imkanları yaradır, humanist dəyərlərə əsaslanır və hər bir uşağın cəmiyyətə inteqrasiyasını dəstəkləyən mühüm bir təhsil modeli olaraq sayılmaqdadır. Aha, gəldik dəyərli yoldaşlar. Növbəti sualımız gəlir. Şagirdlər arasında, buna baxaq. Şagirdlər arasında münaqişə yaranarsa nə edirsiniz? Aha, tutalım ki, şagirdlərimiz arasında münaqişə var və bu şagirdlərimiz arasında münaqişə yarananda neynəməlisiniz? Burada proaktiv yanaşma var. İndi mən bunların hər birini izah edəcəm. Bu da verilən müsahibə mərhələsində verilən əsas suallardan biri sayılır. Deməli, sinifdə şagirdlər arasında fikir ayrılığı, münaqişə yaranması deməli nədir? Deməli, bu mümkündür. Bəli, sinifdə şagirdlər arasında deməli, fikir ayrılığı yaranması mümkündür. Belə hallarda müəllimin əsas vəziyyəti sakit şəkildə, vəziyyəti əsas formada nə etməlidir? Vəziyyəti sakit şəkildə idarə eləmək və problemin böyüməsinin qarşısını almaqdır. Məsəl üçün, müəllim ola bilər ki, proaktiv yanaşan müəllimdir. Yəni, planı var,
proseduru var, qardaşım bu sənə desin, qaydası var. Amma nə qədər təcrübə onu göstərir ki, müəllimin planı, proseduru, qaydası olsa belə, müəllim planlı müəllim olsa belə, proseduru olsa belə, qaydası olsa belə, yenə də sinifdə müəyyən hallarda nə yaranır dedik ki, münaqişə yaranır şagirdlər arasında. Deməli, şagirdlər arasında fikir ayrılığı, münaqişə yaranması bu ola biləcək haldır, mümkündür. Belə halda müəllim, yəni və sakitliyini qorumalı, vəziyyəti sakit şəkildə idarə etməyi və problemin böyüməsinin qarşısını almalıdır. Aha, indi gəlin baxaq. Əvvəlcə tərəfləri sakitləşdirir. Emosiyalar səngidikdən sonra hər bir şagirdi ayrı-ayrılıqda dinləyirəm. Əvvəlcə tərəfləri sakitləşdirirəm. Emosiyalar səngiyir, sakitləşirlər və hər bir şagirdi fərdi formada tək-tək qulaq asıram. Mənim üçün vacib olan günahkar axtarmaq deyil. Bax, bunu da əsasən vurğulayaq ki, yəni problemdə münaqişəni aradan qaldıran zaman, yəni günahkar axtarmırıq biz. Hadisənin səbəbini obyektiv şəkildə müəyyən etməliyik ki, hadisə nədən qaynaqlanıb, onun səbəbini, kökünü axtaraq və onu aradan qaldıraq. Aha, şagirdlərə qarşılıqlı hörmət, empatiya və bir-birini dinləməyin vacibliyini izah edərəm. Bəli ki, məsəl üçün şagirdlərə bir-birinə qarşı hörmət göstərmələrini, empatiya, bir-birini anlamalarını, bir-birini dinləməyin vacibliyini izah edirəm ki, siz bir-birinizə qarşı hörmət göstərməlisiniz, bir-birinizə qarşı empatiya göstərməlisiniz və bir-birinizi dinləməlisiniz. Onların problemi özləri müzakirə edərək həll etməsinə şərait yaradıram. Bəli, çalışaram ki, onlar bu yaranmış problemi özləri öz aralarında müzakirə edib, bu yaranmış problemi öz aralarında həll etsinlər. Aha, bu yanaşma uşaqlarda məsuliyyət hissini və deməli olanda özlərində məsuliyyət hiss edirlər və ünsiyyət qurma bacarıqları, birlikdə problem həll etmə bacarıqları formalaşacaq. Deməli, müəllim nə etməlidir? Şagirdlər arasında münaqişə yarananda ümumiləşdirək necə deməli cavab verməliyik? Əvvəla sakitliyimizi qoruyaram. Sakitliyimi qoruyaram. Uşaqlar arasında münaqişə, yəni belə deyək də, tez-tez rast gəlinən bir haldır. Belə olan halda sakitliyimi qoruyuram və tərəfləri sakitləşdirəndən sonra, gərginlik səngidindən keçəndən sonra hər bir şagirdi fərdi şəkildə dinləyirəm. Məqsəd burada günahkar axtarmaq deyil, problemin səbəbini tapıb aradan qaldırmaqdır. Aydındır və daha sonra çox vaxt nə etməliyəm? Çalışıram ki, şagirdlər bu problemi özləri həll eləsinlər. Aha, əgər münaqişə ciddi xarakter daşıyırsa, deməli, tutalım ki, əgər münaqişə ciddi xarakterdir və təkrar olunursa, bu zaman məktəb valideynə və məktəb psixoloquna prosesi cəlb edirəm. Deməli, birinci tərəfə də dəfələrlə misal üçün də birinci dəfədə müəllim özü həll edir. Amma bu şey dəfələrlə həll olunursa, məktəb rəhbərliyinə dəfələrlə təkrarlanırsa bu şey, məktəb rəhbərliyinə, məktəb psixoloquna, valideynə müraciət etmək olar. Amma birinci halda bu düz deyil ki, məktəb rəhbərinə, psixoloqa, valideynə müraciət etmək. Birinci halda müəllim problemi özü həll etməlidir. Burada da onu deyil ki, təkrar olunursa dəfələrlə və ciddi xarakter, ciddi nədir? Misal üçün də burada ortada misal üçün birisi xəsarət yetirmək istəyib və sair və ilaxır, bu başqa söhbətdir. Ciddi xırda münaqişələrdə bunu etmək düzgün deyil. Məqsəd yalnız mövcud problemi həll etmək deyil, gələcəkdə bu kimi oxşar halların da qarşısını almaqdır. Yəni biz nə edirik? Münaqişənin həm qarşısını alırıq, həm də gələcəkdə bu kimi oxşar münaqişələrin baş verməməsini çalışırıq. Mən hesab edirəm ki, müəllim emosional vəziyyətini hər zaman axırda görürsüz bir cümlə ilə ümumiləşdirirəm bütün sualların cavabını. Mən hesab edirəm ki, müəllim emosional vəziyyətini həmişə idarə etməli, heç bir tərəfə alçatmamalı, bütün qərarları ədalət prinsipi əsasında verməlidir. Bəli, müəllim emosional vəziyyətini həmişə idarə etməyi bacarmalıdır, heç bir tərəfi alçatmamalıdır və bütün qərarları ədalət prinsipi əsasında verməlidir. Belə olduqda şagirdlər müəllimə inanır və onun rəhbərliyinə deməli, onun rəhbərliyi ilə problemi daha asan həll edirlər. Bəli, yəni müəllim ədalətli olanda şagirdlər də müəllimə inanırlar və belə olanda problemlər daha rahat öz həll yolunu tapır. Aha, davam edirik dəyərli yoldaşlar. Növbəti sualımız nə gəlir? Aha, dərsdə motivasiyanı necə yaradırsınız? Hansı üsullar vasitəsilə? Tamam, bunu izah eləməmişdən əvvəl sizlərə deməli qısa bir deməli
məlumat verim. Bu həftə müsahibə qrupumuz başlayır. Dərslərimiz deməli 1-ci, 3-cü, 5-ci tək günlərdir. Tək günlər. Deməli saat neçədədir? Saat 18:00-dadır, 6-da. Hansı proqram vasitəsilə? Zoom proqramı vasitəsilədir. Deməli dərslərimiz 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqramı vasitəsilə keçirilir. Hər bir dərsin belə video izahı atılır sizə. PDF-si atılır sizə, materialı atılır və o materialı siz izlədikdən sonra, dərsi oxuduqdan sonra bizim belə Zoom proqramı vasitəsilə hər bir müəllimi tək-tək sual-cavab edirəm. Yəni burada məqsəd nədir? Hər bir müəllim səsi açır, görüntünü açır. Burada imtahan, yəni müsahibə həyəcanı, müsahibə stresi aradan qalxır. Və mən onu dəfələrlə imtahana qədər o qədər sual-cavab edirəm ki, tam imtahan xofu, qorxusu gedir. Və rahat müsahibə adi bir şeymiş kimi gəlir və gələcəkdə müsahibəyə gedəndə çox rahat gedir, müsahibədən keçir. Və bu da təsadüfi deyil ki, bizim əvvəlki illərdə müsahibə, ödənişli müsahibə qruplarımıza qoşulan müəllimlərin hamısı 100% müsahibədən keçib, heç kəsilən olmayıb. Neçə yüz nəfərimiz də 40-a 40 bal toplayıb, çox şükür, müsahibənin 40 balı. Deməli, 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqramı vasitəsilə dərslərimiz keçiriləcəkdir. Dərslər qayd olunur və bütün dərslərin video izahı da olacaq. Arada YouTube-la da əlavə canlılar açıb həmin o dərsləri sizə öyrədəcəm. Avqustdan isə hər gün, avqust ayı Avqust ayı hər gün olacaq. Həftədə 7 dəfə. Hər gün deməli indidən qoşulsaz dəyərli yoldaşlar, qiymət 25 az indi. İndidən qoşulsaz qiymət 25 manatdır. Avqust ayında amma yeni qruplar yarananda qiymət qalxacaq, fərqli olacaq. Amma indi qoşulan müəllimlər indi necədirsə avqustda da həmən ödənişi ödəyəcəklər, 25 manatdan ödəyəcəklər dəyərli müəllimlər. Bütün dərslərin PDF-si atılır, bütün dərslər izah olunur, proqramı bitirib bir neçə dəfə təkrar eləyəcəyik. Hər bir müəllimi bir neçə dəfə müsahibə eləyəcəm ki, o qorxu aradan qalxsın və dərsə qoşulmaq üçün 051 580 94 28 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. 055, həmçinin 646 21 31 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. 051 580 94 28 055 646 21 31 nömrəsinə WhatsApp-da yaza bilərsiniz dəyərli müəllimlər. Aha, və gəldik mənə ən çox sual verirsiniz ki, bizim bəs belə də icmal nümunələri sizlərə atılacaq. Hər bir fənnə aid icmallar atılacaq. Onların yazılma qaydası da sizə izah olunacaq ki, icmal necə yazılmalıdır? Onun yazılma qayda nümunəsi də sizə izah olunacaq. Aydındır? Orada misal üçün neçə dənə icmallar var, onlar nümunə kimi atılacaq. Və istəyən müəllimlərə əlavə başqa bir şəxs var, bir nəfər var, müəllim yoldaş var, o icmal hazırlayır. Əlavə ödənişlə həmin müəllimin deməli həmin müəllim icmal hazırlayır, təşkil eləyəcək. Əlavə ödənişlə tək, məsəl üçün müəllim var istəyir ki, mənim icmalım ayrı olsun, özümünki olsun. Həmən öyrənim onunla gedim müsahibəyə. Hə, həmin müəllimlə biz əlaqə saxlayacağıq. Həmin müəllim istəyən müəllimlərə əlavə ödənişlə dəstək olacaq, icmal təşkil edəcək. Aha, keçid alaq dəyərli müəllimlər. Aha, motivasiyanı necə yaradırsınız sualına gəlin baxaq. Motivasiya dərsin ən vacib komponentlərindən biridir. Bəli. Bəzən deməli motivasiyanı şagirdi qarmağa keçirmək də adlandırıb alimlərdən, pedaqoqlardan biri ki, yəni şagirdi motivasiya eləmək nə deməkdir? Şagirdi dərsin qarmağına keçirməkdir. Başa düşürsüz? Yəni misal üçün mən həmişə belə bir izahım var ki, belə bir deyimim var ki, tutalım ki, şagirdlər gəlir, hərəsi bir diyardan, birinin fikri dağda, birinin fikri bağda, birininki quşda, birininki internetdə, birininki TikTokda, birininki YouTube'da, birininki telefonda oynadığı oyunda, birininki dostlarının yanında, birininki küçədə, birininki yeməkdə. Yəni fikri orada burdadır. Gəlirlər otururlar, hə. Müəllim də götürür ənənəvi qayda ilə başlayır dərsi izah eləməyə. Belə motivasiya etmədən ənənəvi qayda ilə başlayır dərsi izah eləməyə. Belə olanda 20 şagirddən cəmi 2 dənəsi sənə qulaq asar. 18 dənəsi dərsə motivasiya olunmayıb deyənə dərsə qulaq asmır. Aha. Amma müəllim dərsi motivasiya üsullarından istifadə edərək keçsə. Aha. Bax bir daha təkrar edirəm. Amma müəllim dərsi motivasiya üsullarından istifadə edərək keçsə, şagirdlər avtomatik o dərsə çox maraqlı qoşulacaqlar.
Yəni ki, biri var həmin dərsə aid əyani vasitələr gətirə bilər, faktiki göstərə bilər və yaxud da misal üçün də video materiallar göstərə bilər, maraqlı, proaktiv, düşündürücü suallar verə bilər, özü motivasiyalı, həvəsli yanaşa bilər. İndi gəlin baxaq görək indi motivasiya nədir? Deyir ki, motivasiya dərsin ən vacib hissələrindən biridir. Çünki mövzu şagird çünki deməli şagird mövzuya maraq göstərmirsə, deməli onun öyrənməsi də çətinləşir. Yəni mövzuya qarşı marağı yoxdursa, öyrənmə olmayacaq. Buna görə də mən dərsin əvvəlində şagirdin diqqətini mövzuya yönəldəcək fəaliyyətlərdən istifadə etməyə çalışıram. Sual verəcəklər ki, müəllim, motivasiyanı ancaq siz dərsin əvvəlindəmi istifadə edirsiniz? Adətən dərsin əvvəli, amma ehtiyac yarandıqda, bunu da vurğulamaq yerinə düşər. Ehtiyac yarandıqda dərsdə bir neçə dəfə motivasiyadan istifadə etmək olar. Tək dərsin əvvəlindəmi? Xeyr. Ehtiyac yarandıqda dərsdə bir neçə dəfə motivasiyadan istifadə etmək olar. Aha. Deməli mövzuya uyğun, deməli motivasiyanı necə yaradırıq? Gəlin baxaq. Mövzuya uyğun şagirdlərə maraqlı suallar veririk. Gündəlik həyatdan, bunlar hamısı dəyərli yoldaşlar, motivasiya üsullarıdır. Şagirdlərə mövzuya uyğun maraqlı suallar veririkmi? Aha, motivasiya üsulu 1. Şagirdlərə mövzuya uyğun düşündürücü, maraqlı, proaktiv, açıq suallar verə bilərik. Gündəlik həyatdan nümunələr göstərə bilərik. Bəli, həyatdan misallar, həyatla əlaqələndirmə, fənüstü inteqrasiya. Bu da motivasiyadır. Şagird görür ki, bu öyrəndiyim dərs mənə həyatda harda necə vacibdir, həyatda harda necə lazımdır. Bu da motivasiya üsuludur. Yəni şagirdlərə şəkillər, videolar, problemli situasiyalar təqdim edə bilirəm. Bəli, şəkil, video, animasiya, bunlar motivasiya üsullarıdır. Çalışıram ki, mövzunu onun həyatı ilə necə əlaqəli olduğunu başa düşsün. Bu zaman öyrənməyə maraq təbii şəkildə yaranacaq. Aydındır, bunlar hamısı motivasiya üsullarıdır. Dərs boyu şagirdlərin fəal iştirak etməsinə şərait yaradıram. Bəli, bax, o müasir interaktiv şagirdləri də dərsə cəlb edən üsulların özü də motivasiya üsullarıdır. Kinestetik üsullar var, interaktiv üsullar var. Deməli, dərs boyu şagirdlərin fəal iştirak etməsinə şərait yaradıram. Onların da fikirlərini dinləyir, düzgün cavabları müsbət geri bildirimlərlə qiymətləndirir və səhv cavab verən şagirdi ruhdan salmamağa çalışıram. Mən hesab edirəm ki, müəllimin bir xoş sözü belə şagirdin özünə inamı artırır. Bəli, müəllim daim konstruktiv rəylər verməklə də şagirdin motivasiyasını artırır. Aha, indi gəlin baxaq. Qrup işləri, oyun elementləri, layihələr, praktiki fəaliyyətlər motivasiyanı gücləndirən vasitələrdir. Şagirdlər özünü qiymətləndirmə prosesinin iştirakçısı kimi hiss etdikcə, deməli, şagirdlər özünü öyrənmə prosesinin iştirakçısı kimi hiss etdikdə dərsə marağı artır. Eyni zamanda hər bir şagirdin kiçik uğurlarını belə qeyd eləməyə çalışıram. Uğur hissi də şagirdə motivasiya verir, dəyərli yoldaşlar. Deməli, hər zaman şagirdi, bax, qrup işlərindən istifadə edirəm motivasiya üçün, oyun elementləri, oyunlaşdırmadan, layihələrdən, praktik işlər, praktik görəcəyi işlər də bu şagirdin motivasiyasını artırır, gücləndirir. Sonra özünü, şagirdlərin deyir, özünü öyrənmə prosesinin iştirakçısı kimi hiss etdikdə, bəli, bax, şagird özünü öyrənmənin içində hiss elədikcə, öyrənmə prosesinin iştirakçısı hiss etdikdə dərsə marağı daha da artır. Eyni zamanda hər bir şagirdin uğurlarını belə qeyd eləməyə çalışıram. Sonra hər bir şagirdin kiçik uğurları, olmaz ki, o şagirdin xırda bir uğuru olmasın, onu tapıb qiymətləndirirəm, bu da şagirdi ruhlandırır. Mən hesab edirəm ki, motivasiya dərsin yalnız əvvəlində yaradılan qısa mərhələ deyil, o bütün dərs boyu davam eləməli. Bəli, dərs boyu motivasiya davam eləməlidir. Müəllimin davranışı, istifadə etdiyi metodlar, şagirdin verdiyi dəyər vasitəsilə daim müəllim şagirdləri dəstəkləməlidir və motivasiya yaratmalıdır, dəyərli müəllimlər. Belə. Çox yormuram sizi. Hər dəfə 4-5 suala baxırıq, dəyərli müəllimlər. Bu gün də ümumilikdə bu qədər. Videomuzu bəyənin, kanala abunə olun. Tezliklə, deməli, müsahibə dərs 3 gələcək. Sağ olun.